Yusifim, fərz et ki, bu su sənsən. Saf, tərtəmiz. Bu da ətrafında olan pis insanlar. Misal üçün, bu nə olsun? Deyək ki, yalan danışan bir kəs. Hər dəfə yalan danışır öz valideynlərinə, dostlarına. Misal üçün, bu da olsun pis sözlər istifadə edən, söyən kəs, hamıya pis sözlərlə danışar, pis sözlərdən istifadə eləyər. Bu acı dil adam olsun. Kim buna nə söz deyərsə, hamıya acı cavab qaytarar. Bu da olsun təkəbbürlü insan. Hamıya yuxarıdan aşağı baxır, hamıdan özünü ağıllı bilir. Deyək ki, sən bu insanların əhatəsindəsən. Bu insanlar sənə birbaşa olaraq o pislikləri etməyi istəməsə belə, yəni sən deməsələr ki, misal üçün sən də söyüş, sən də təkəbbürlü ol, sən də misal üçün başqasının oyuncağını sındır. Bu cür deməsələr belə, sənin onlarla artıq bir yerdə olmağın avtomatik olaraq sənə də təsir etmiş olur. Necə təsir etmiş olur? Misal üçün fərz edək ki, təkəbbürlü insanın və yaxud pis insanın sənin onunla olan əlaqən, bunlar da deyək ki, sənin onlarla olan əlaqən olsun. Zaman keçdikcə, onların pis vərdişləri, pis xasiyyətləri sənə adi gəlməyə başlayacaq. Sən də elə biləcəksən ki, elə bu normal bir haldır, cəmiyyətdə elə belə olmaq lazımdır. Bax Yusifim, sənin onlarla vaxt keçirməyin, onlarla oturub durmağın avtomatik olaraq sənə də təsir elədi və sən də onlar kimi olmağa başladın. Bəs yaxşı, mən bunlardan necə xilas ola bilərəm? Sən onlardan xilas olmağının yeganə yolu indi mən sənə deyəcəyəm. Birinci növbədə onlarla olan bağını kəsəcəksən. Onlarla heç bir əlaqəyə girməyəcəksən. Sonra onların yerinə gözəl dostlarla, doğru danışan dostlarla, pis sözlər istifadə eləməyən dostlarla və ələxsus Allahı sevən insanlarla oturacaqsan, duracaqsan ki, onlar daim sənə Allahı xatırlatsın. Nə vaxt pis insanların əhatəsinə düşsən, bu suyu həmişə xatırla.